Hörmətli izləyicilər, hamınızı salamlayıram. Son dövrlərdə ölkəmizdə enerji effektivliyi mövzusuna artan marağı nəzərə alaraq, Azərbaycanda ilk olan enerji effektivliyi kanalı yaratmaq qərarına gəldik. Bu istiqamətdə müxtəlif maarifləndirici təqdimatlar, video və digər materiallar hazırlamaqla yeni layihəmizə başlayırıq. İlk təqdimatımız enerji effektivliyi mövzusuna həsr edilib. Enerji effektivliyi nədir sualına cavab tapmağa çalışaq. İlk öncə, enerji effektivliyi məhsulun, işin, xidmətin və ya enerjinin istehlak olunan enerji nisbətidir. Bu anlayış enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında Azərbaycan Respublikasının qanununda təsbit olunmuşdur. Lakin bir qədər sadə dillə desək, enerji effektivliyi eyni həcmdə məhsul, iş və ya xidmət üçün daha az enerji resurslarından istifadə edilməsini təmin edən bir prosesdir. Düsturla ifadə etsək, enerji effektivliyi faydalı işin və ya enerjinin ümumi tam iş və ya enerjiyə nisbətidir. Buradan isə başqa bir anlayış, enerji intensivliyi anlayışı və yaxud amili ortalığa çıxır. Enerji intensivliyi müəyyən dövrdə istehsal olunan iqtisadi məhsul vahidinə düşən enerji sərfiyyatını müəyyən edən göstəricidir. Başqa sözlə, iqtisadiyyatın və ya konkret olaraq hər hansı bir sektorun enerjidən nə qədər səmərəli istifadə etdiyini ölçür. Enerji intensivliyi netin, yəni neft ekvivalenti tonunun ABŞ dollarına nisbəti ilə ölçülür. Qeyd etmək lazımdır ki, istənilən məhsul və xidmət üçün ayrılıqda enerji intensivliyi hesablamaqla həmin məhsul və yaxud xidmətin nə dərəcədə enerji effektivliyi standartlarına uyğun gəldiyini müəyyən etmək mümkündür. Slayddakı xəritədən müxtəlif ölkələrin enerji intensivliyi rəqəmlərini görə bilərik. Liderlər siyahısına Danimarka, Birləşmiş Krallıq kimi ölkələr başçılıq edir. Qürurverici hal odur ki, Türkiyədə ilk 10-luqda yer alır. Azərbaycana gəlincə, ölkəmizdə bir ABŞ dəyərində ümumdaxili məhsula təqribən 0,1 kiloqram neft ekvivalenti miqdarında enerji düşür ki, bu da qonşu İran və yaxud Rusiya kimi ölkələrlə müqayisədə daha yaxşı göstərici sayıla bilər. Lakin Türkiyə ilə müqayisə etdikdə bu rəqəm 2 dəfədən çoxdur. Başqa sözlə, enerji intensivliyinə görə Azərbaycan Türkiyə ilə müqayisədə 2 dəfə geridə qalır. Bir sözlə, enerji intensivliyi göstəricisi nə qədər aşağı olarsa, enerji effektivliyi də bir o qədər yüksək olur. Enerji intensivliyini müəyyən edən əsas iki amildən biri son enerji istehlakıdır. Beynəlxalq Enerji Agentliyinin 2024-cü il üzrə hesabatına görə Azərbaycanda ümumi son enerji istehlakı 551 terajoldan çox olmuşdur ki, bu da təqribən 13,2 milyon ton netə bərabərdir. Qrafikdə ayrı-ayrı sektorlar üzrə illik istehlak göstəriciləri verilmişdir. Bina və nəqliyyat sektorları birincilər arasındadır. Və məhz binada istehlak daha çox olduğundan enerji istehlakı, növbəti slaydlarda da daha çox nümunələr məhz binalardan gətiriləcək. İqtisadiyyatın ayrı-ayrı sektorları üzrə enerji istehlakında son enerji payı diaqramda göstərilmişdir.
Qeyd etdiyimiz kimi 31% ilə binalar birinci yerdə olduğundan növbəti səhifələrdə də məhz nümunələr binalar üzərində qurulub. Amma təbii ki, növbəti təqdimatlarımızda, növbəti materiallarımızda digər sektorlara da biz xüsusi önəm verəcəyik. Binalarda enerji effektivliyini təmin etmək üçün müxtəlif qənaət üsulları və müxtəlif həll yolları mövcuddur. Gəlin binalarda həyata keçirilə bilən bu işlərin bəziləri ilə tanış olaq. Məsəl üçün, istilik tələbatının azaldılması üçün istilik izolyasiyası, daha effektiv isitmə sistemlərinin tətbiqi tövsiyə olunur. Eyni zamanda soyutma tələbatının azaldılması üçün də izolyasiya tədbirləri, daha effektiv soyutma sistemləri, məsəl üçün COP-si daha yüksək olan kondisionerlər, havalandırma sistemləri və istilik nasoslarının tətbiqi məqsədə müvafiqdir. İşıqlandırma enerjisinin azaldılmasına gəlincə isə LED lampa və hərəkətə reaksiya verən sensorlardan istifadə tövsiyə olunur. İsti suya tələbatının azaldılması üçün günəş kollektorlarından, daha effektiv su qızdırıcılarından istifadə edilə bilər. Havalandırma və ventilyasiya üçün enerji tələbatının azaldılmasına gəlincə isə daha səmərəli havalandırma sistemləri və xüsusilə də təbii havalandırma metodlarından istifadə olunmalıdır. Sonda binanın enerji idarəçiliyinin təkmilləşdirilməsi çox mühüm bir amildir və məhz bunu nəzərə alaraq ağıllı və rəqəmsal idarə etmə sistemləri, eyni zamanda enerjiyə qənaət davranışlarının əldə edilməsi, onlara yiyələnməsi çox mühüm bir amildir ki, buna enerji effektivliyi tədbirləri arasında əlavə olaraq rast gəlinir. Demək, binada enerji effektivliyi tədbirlərinə gəlincə, bəzi nümunələri diqqətinizə təqdim etmək istərdik. İlk öncə, bayaqki slaydda da gördüyümüz kimi, təbii işıqlandırma çox mühüm faktorlardan biridir. İki qat pəncərə şüşələrinin tətbiqi enerji effektivliyini təmin edən əsas amillərdən biridir. Damüstü günəş panelləri, əgər binanın damı buna imkan verirsə, faydalı bir enerji effektivliyi tədbiridir. Sözsüz ki, bu zaman digər enerji effektivliyi tədbirləri ilə bu paralel olaraq həyata keçirilməlidir. Bir çox ölkələr yağış suyu kollektorlarını da enerji effektivliyi tədbirləri siyahısına daxil edirlər. Belə ki, toplanmış yağış suyu ilə biz texniki su kimi təsərrüfatda bundan istifadə edilə bilir. Yüksək effektivli məişət cihaz və avadanlıqlardan istifadə də enerji effektivliyi tədbiri sayılır. Bir sıra Avropa ölkələrində, Yaponiyada, Cənubi Koreyada hətta təkrar emal üçün məişət tullantılarının çeşidlənməsi də enerji effektivliyi tədbirləri siyahısındadır. Ənənəvi enerji effektivliyi tədbirlərinə təbii ki, tavan, divar və döşəmələrin izolyasiyası daxildir və innovativ və yaxud ekoloji cəhətdən təbiət dostu olan bir tədbir kimi də kölgələmə və küləkdən mühafizə üçün ev divarları boyunca ağacların əkilməsi də enerji effektivliyi tədbiri hesab edilə bilər. Enerji effektivliyi tədbirinin faydalarına gəlincə, bu həm sosial, həm iqtisadi, həm də ekoloji faydalar ola bilər. İlk öncə sosial faydalarla tanış olaq.
Hər bir istiqamət üzrə bir neçə nümunə verilmişdir. Məsəl üçün, sosiala gəlincə, ailə büdcəsinə qənaət edilir, sağlam və komfortlu həyat şəraiti təmin edilir, maddi rifah halı yaxşılaşdırılır. İqtisadi faydalar, nümunə kimi elektrik və qaz xərcləri azalır, ölkənin enerji təhlükəsizliyi təmin olunur və iqtisadiyyat inkişaf edir və yeni iş yerləri yaradılır. Ekoloji faydalara isə bunları misal gətirmək olar. Əlbəttə ki, ilk növbədə karbon emissiyası azalmasına töhfə verilir. Təmiz hava və sağlam ətraf mühit yaranır və su və enerji resurslarından səmərəli istifadə və dayanıqlıq xüsusilə qeyd etmək lazımdır. Dayanıqlı istifadə təmin edilir. Bu bizim ilk təqdimatımız olduğundan sizləri çox yormadan mümkün qədər qısa və sadə bir təqdimat etmək istədik. Əlbəttə, növbəti təqdimatlarda enerji effektivliyi tədbirləri və texnologiyaları haqqında daha ətraflı və müfəssəl təqdimatlar olacaq. Ümid edirəm, təqdimat sizin üçün maraqlı və faydalı oldu. Gələn görüşlərədək sağ olun.